2025 Əqrəb bürcü, sevgi, karyera və ümumi məlumatlar. Əziz Əqrəb, qarşıdakı il ehtiraslı layihələr, ortaq resurslar, yaxınlıq, nəşriyyat və əlaqə qurmaq baxımından güclü bir il olacaq. Maraqlı məşğuliyyətlər, dərin münasibətlər və həyəcanverici şəxsi maraqlar sizi gözləyir. İyuna qədər Yupiter sizə xüsusilə həyat yoldaşınızdan və ya yaxın dostunuzdan gələn maddi və ya emosional dəstəyinizi artırmaq üçün kömək edəcək. Yaxın dünyanız zəngindir. Resurslarınızı və bacarıqlarınızı bir tərəfdaşla birləşdirmək maliyyə vəziyyətinizi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Lakin ilin irəlilədikcə digər mənbələrdən gələn maliyyə ilə bağlı mümkün dəyişikliklərə hazır olun. Xoşbəxtlikdən bu sürprizlər sonda sizin xeyrinizə işləyən gözlənilməz fürsətlərə yol aça bilər. Daha dərin arzularınız və ambisiyalarınızla əlaqə qurduqca, həyat yolunuz maraqlı formalarda dəyişəcək. Əqrəb üçün əsas istiqamətlər. İlin ikinci yarısı xüsusilə daha açıq və konkret şəkildə böyüməyə fokuslanır. Uzaq yerlərdən və fərqli insanlardan gələn fürsətlər sizə fayda gətirə bilər. Eyni inancları bölüşmək münasibətlərinizdə güclü bir cazibə yarada bilər və dünya görüşünüz əsaslı şəkildə genişlənər. Digərləri ilə, hətta böyük bir auditoriya ilə əlaqə qurmaq və həm başqalarına ilham vermək, həm də özünüz ilham almaq üçün gözəl bir dövrdür. Baxış bucağınız nikbindir, xüsusilə sizi məmnun edən məşğuliyyətlər və şəxsi maraqlarınız olduqda. Sevgidə təkcə romantika deyil, eyni zamanda dərin bağlılıq və mistik elementlər axtarırsınız. Təcrübənizə qeyri-adi, bəzən isə anlaşılması, çətin və sirli insanlar cəlb edirsiniz. Lakin bu uzun müddətli təsirin astroloji təsiri sona çatır. Romantik və yaradıcı sahələrdə daha çox sabitlik üfüqdə görünür. Bu il bədəninizin kifayət qədər istirahət, idman və qidalanmaya ehtiyacını diqqətdə saxlamaq vacibdir. Digər fəaliyyətlərə üstünlük verdikdə, bu ehtiyacları həmişə açıq şəkildə görə bilməyə bilərsiniz. Evlə bağlı baxış bucağınızda 2025-də əsaslı dəyişikliklər ola bilər. Yaşayış tərzinizə uyğun olmayan şeylərdən azad olmaq və yenidən təşkilatlanmaq faydalı ola bilər. Biliklərinizi dərinləşdirmək və genişləndirmək bu il sizə sevinç gətirə bilər. Bu, eyni zamanda mənalı təcrübələrə və macəralara yol aça bilər. Ünsiyyət və nəqliyyat məsələləri yaxşılaşa bilər. Yeni və daha effektiv əlaqə kanalları isə imkanlarınızı genişləndirə bilər. Əqrəb bürcü üçün 2025-də əhəmiyyətli hadisələr, xarici planetlər arasındakı münasibətlər, aspektlər 2025-də daha uzun müddətli mövzular formalaşdırır. Onların ümumilikdə insanlar və xüsusilə Əqrəb bürcü üçün nə ifadə edə biləcəyinə dair bir nümunə. Xarici planet keçidləri, aprel ayında Saturn-Uranusa sekstil aspekti yaradır. Bu, orijinal ideyaların formalaşdığı və ya uğurla inkişaf etdiyi bir zamandır. Sabitlik və inkişafa nail olmaq və ya həyəcanı uğurlu nəticələrlə birləşdirmək fürsəti mövcuddur. Eyni şey yenilik və ənənə üçün də keçərlidir. Karakterimizi formalaşdırır və həyat dərslərini daha asan mənimsəyirik. Bu, möhkəm və mənalı irəliləyiş dövrüdür. Əqrəb üçün münasibət hədəfləriniz özünüzü inkişaf etdirməyiniz üçün sizə ilham verə bilər. Yaradıcı potensialınızı və bacarıqlarınızı ən yaxşı şəkildə istifadə etməyə qərarlısınız. Daha çox öz intizamınızı qorumaq, özünüzü daha güclü, daha məmnun və getdikcə daha tam hiss etdikdə, sizə və münasibətlərinizə müsbət təsir edir. Əslində, özünüzü daha yaxşı təşkil etdikdə və intizamlı hiss etdikdə daha xoşbəxt görünürsünüz və bu güvən dolayısıyla münasibətlərinizi də yaxşılaşdırır. Münasibətlərinizin həm praktik, həm də spontan tərəflərinə töhfə vermək üçün ideal bir zamandır. Əks halda, müxtəlif münasibət tələbatları və ya hətta münasibət fasilələri sizi yeni bir bacarıq öyrənməyə, hobbinizi gəlirə çevirməyə və ya boş vaxtınızı daha məqsədyönlü istifadə etməyə təşviq edə bilər. Bundan başqa, yaradıcı səylərinizi, hobbilərinizi və ya əyləncə və romantik maraqlarınızı daha strukturlaşdırmaq münasibətlərinizi gücləndirə bilər. Razılaşmalar uğurlu ola bilər və münasibətlərdə məqbul sərhədlər qoymaq, azadlıq və spontanlığa olan ehtiyacı nəzərə aldığınız müddətcə işləyəcəkdir. Bu dövrdə yaradıcılığınız üçün olduqca məhsuldar kanallar kəşf edə bilərsiniz. May ayında Yupiter Xiron ilə sekstil aspekti qurur və həyatımıza şəfa enerjisi gətirir. Təhsilimizə davam etmək, fəaliyyət sahəmizi genişləndirmək və mənəviyyat kimi təcrübələr vasitəsilə dünya görüşümüzü genişləndirmək, şəxsi inkişafımıza böyük töhfə verir. Bu, incə, lakin canlandırıcı bir dövrdür və irəliləyişimizin qarşısını alan məhdudlaşdırıcı və mənfi düşüncələrdən qurtulmaq üçün bir fürsət təqdim edir. Xüsusilə başqalarından öyrənməyə açığıq və onların baxış bucaqlarını daha yaxşı anlamalarına kömək edə bilirik. Fərqli perspektivlərə və fəlsəfələrə zehni açıq olmaq üçün yaxşı bir dövrdür. Keçmiş təcrübələrdən və səhvlərdən öyrəndiklərimizi qəbul edib paylaşırıq. Əqrəb üçün bu keçid, şəxsi güclənmə hissinizi və ya yaxın münasibətlərinizi inkişaf etdirən gündəlik vərdişlərinizdə və rutinlərinizdə dəyişikliklərə işarə edir.
Gələcək illərdə sizə fayda gətirəcək həyat tərzi dəyişiklikləri etmək üçün mükəmməl bir zamandasınız. İyun ayında Yupiter-Saturn ilə kvadrat aspekti qurur və həyatımızı və ya planlarımızı qaydalara, qanunlara, məhdudiyyətlərə və gerçəkliyin tələblərinə uyğun şəkildə yenidən qurmalı oluruq. Bu dövrdə tamamilə yeni bir plan yaratmaq əvəzinə, köhnə planlara yeni nəfəs vermək daha yaxşıdır. Digər sahədə inkişaf etmək üçün bir şeydən imtina etmək lazım gələ bilər. Bu zaman özümüzü həddən artıq yükləməmək və asan həllərdən və ya qısa yollardan çəkinmək vacibdir. Gözləntilərimizi tənzimləməyin zəruriliyi açıq-aşkar görünəcək. Əqrəb üçün işinizdə, gündəlik rutinlərinizdə və planlarınızda həddindən artıq nəzarət tətbiq edirsinizsə və ya tələblər artıbsa, çətinliklər ortaya çıxa bilər. Dünyanı spontan şəkildə kəşf etmək, başqaları ilə əlaqə qurmaq və düşüncələrinizi genişləndirmək üçün daha çox zamana və enerjiyə ehtiyac duyacaqsınız. Lakin xaotik proqramlar və ya çoxlu məsuliyyətlər bu spontan fəaliyyətləri məhdudlaşdıra bilər. Buna görə də həm sağlamlığınızı, həm də həyat balansınızı qorumaq üçün tarazlıq tapmaq vacibdir. Avqust ayında Saturn yenidən Uranus ilə sekstil yaradır və eyni zamanda Neptun da bu münasibətə qoşulur. Sıra dışı fikirlərimiz və vizyonlarımız ola bilər, lakin onları daha strukturlu şəkildə formalaşdıra bilərik. Maariflənmə axtardığımız və onu tapdığımız bir dövrdəyik. Yaşamağın, inanmağın və ifadə etməyin alternativ yollarına açıq oluruq. Sezgilərimizi izləmək azadlığı bizim üçün həyati əhəmiyyət daşıyır. Şəfqətimizi ifadə etmək, mümkünsüzlüklərə qayğı göstərmək və xəyallarımızın ardınca getmək və ya incəsənətdən zövq almaq üçün yanaşmamızı yenidən formalaşdırmaq və ya yeniləmək bu dövrdə ön planda ola bilər. Əqrəb üçün uğurun ən əsas açarı açıq fikirli olmaqdır və iş, gündəlik rutin və sağlamlıq vərdişlərinizə yenilikçi və irəliyə dönük yanaşmalar gətirmək müsbət nəticələr verəcəkdir. Eyni zamanda ayaqlarınızı yerə möhkəm basmağı bacarırsınız. Köhnə problemlərə yeni baxış bucağı qazandırmaq həm həyəcan verici, həm də azad edici ola bilər. Bu, sizə güclü və özünə nəzarət hissi verən ani anlayışlar və emosional yenilənmə və ya şəfa fürsətləri zamanıdır. Həyat tərzinizi və vərdişlərinizi yaxşılaşdırmaq üçün əla bir dövrdür. Zamanınızı daha effektiv idarə edə bilər, münasibətlərinizdə, maliyyə işlərinizdə və qidalanma və sağlamlıq vərdişlərinizdə daha balanslı yanaşma ehtiyacınızı getdikcə daha çox dərk edə bilərsiniz. Digər təsirlər və kiçik keçidlər, Mars retrograd simvolları 10-cu günəş evindən keçərkən və 9-cu evə geri dönərkən təsvir edilir. Şir bürcü, Əqrəb günəş xəritəsini təmsil etmək üçün 10-cu evin başlanğıcında göstərilir. Mars 6 dekabr 2024 ila 23 fevral 2025 tarixləri arasında Şir və Xərçəng bürclərində retrograd geri hərəkət olacaq. Retrograddan əvvəlki kölgə dövrü 4 oktyabrda başlayır. Keçmiş münasibətlərdə və ya vəziyyətlərdə sıxışıb qalmış kimi hiss edə bilərik, irəliləməkdə çətinlik çəkə bilərik. Yavaşlamalar, düzəlişlər və yenidən qiymətləndirmələr bu dövrdə vacib olacaq. Bu retrograd dövrünün 2024-də aid hissəsi əsasən karyeranıza, məsuliyyətlərinizə, həyat yolunuza, statusunuza və reputasiyanıza təsiri idarə edilməsi lazım olan ciddi problemlər və gecikmələr ola bilərdi. Ancaq 6 yanvar 2025-dən etibarən Marsın retrograd dövrünün bu 2025-də hissəsində baxış bucağınız, macəra ruhunuz, təhsiliniz, inanclarınız, hüquqi və ya təhsil məsələləriniz, nəşr və paylaşım sahələri əsas təsirlənən mövzular olacaq. Bu sahələrdə gecikmələr və mürəkkəb problemlərlə qarşılaşa bilərsiniz. Bu dövrdə yavaşlamaq, geri çəkilmək və müəyyən məsələləri nəzərdən keçirmək məqsədə uyğundur. Xüsusilə nəşr, hüquq, təhsil, səyahət və inanc sistemləri ilə bağlı həyəcanınız dəyişə bilər. Həyatın təcrübəsini necə qəbul etdiyinizlə bağlı yeni tənzimləmələr etməli ola bilərsiniz. Həyata baxış bucağınız və ehtirasınız əvvəlki qədər spontan və ya təbii olmaya bilər. Bu Mars retrograd dövründə keçmiş layihələrə yenidən yönəlmək mümkündür. Keçmişlə bağlı sizi geri çəkən, nəzərdən keçirmək və ya həll etmək ehtiyacı yaradan mövzular yenidən gündəmə gələ bilər. Keçmiş layihələrdə və əlaqələrdə dəyərli fürsətlər gizlənə bilər. Əsas məsələ bunlara yeni yanaşmalar gətirməkdir. Venüs retrograd və münasibətlərə təsiri, ön planda Venüs və retrograd simvolları, arxa planda isə təsadüfi kiçik astroloji simvollar təsvir edilir. Venüs 1 mart 12 aprel tarixləri arasında Qoç və Balıq bürclərində retrograd olacaq və bu, şəxsi münasibətlərimizi yenidən düşünmək və ya qiymətləndirmək ehtiyacını gündəmə gətirəcək. Keçmiş sevgililər yenidən peyda ola bilər və bəzi münasibətlər başa çata bilər. Ehtiras, diqqət və emosional balans mövzuları ön planda olacaq. Keçmiş sevgililəri düşünə bilərik adətən sadəcə zehnimizdə, lakin bəzi hallarda fiziki olaraq da. Sevgi mövzusunda böyük qərarlar qəbul etmək üçün yaxşı bir dövr deyil, çünki daha sonra bu qərarlardan peşman ola bilərik.
Bu müddəti bir proses kimi qəbul etmək daha yaxşıdır. Qəlbinizin və duyğularınızın geri qalan hissənizlə uyğunlaşması üçün zamana ehtiyacı var. Eyni şey digər insanlar üçün də keçərlidir. Keçmiş münasibət problemləri ilə üzləşməyə çağırılırıq. Kaderə bənzəyən və ya əvvəlcədən müəyyən olunmuş kimi görünən hadisələr baş verə bilər. Bu dövrdə bir sevgiliyə yaxınlaşmaq çətin ola bilər. Qeyri-adi, təcrübə xarakterli və o qədər də dərin olmayan münasibətlər müvəqqəti olaraq üstünlük təşkil edə bilər. Yeni bir münasibətə başlamaq və ya böyük maliyyə yatırımları etmək üçün ideal dövr deyil. Çünki sevgi və maliyyə ilə bağlı qavrayışımız qeyri-sabit ola bilər. Əqrəb üçün Venüs, tərəfdaşlıq sektorunuzun idarəçisidir. Bu retrograd dövrü diqqətinizi keçmişə və indiyə qədər qəbul olunmamış daxili ehtiyaclarınıza, isteklərinizə və arzularınıza yönəldə bilər. Sosial və ya eşq həyatınızda yeni təcrübələr etmə ehtimalınız yüksəkdir. Xüsusilə 1 ila 27 mart tarixlərində iş məsələləri çətin ola bilər. Sağlamlıq rejiminiz və ya iş layihələrinizə baxış tərzinizi yenidən nəzərdən keçirmək lazım gələ bilər. Xüsusilə də işinizdə həzz alma faktoru azalıbsa. Xüsusilə 27 mart 12 aprel arasında romantik münasibətlərdə biraz aydınlıq əskikliyi ola bilər. Geri gedən enerji sizinlədir və bu, taleyüflü hadisələrin və qarşılaşmaların yaşanacağı bir dövrdür. Cazibədarlığınız yüksək olacaq, lakin eşq həyatınızda mürəkkəbliklər ola bilər. Keçmişi xatırlamaq hazırda yaxşıdır və hətta faydalı ola bilər, lakin orada ilişib qalmamağa çalışın. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın ki, digər bürclər haqqında vaxtında məlumat ala biləsiniz.